Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kiber Təhlükəsizlik Agentliyi publik hüquqi şəxs yaradılıb. Bəs agentliyin əsas fəaliyyət istiqamətləri nələr olacaq? Kiber təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə atılan bu addımlar rəqəmsal suverenliyin möhkəmləndirilməsinə hansı töhfələr verəcək? Elektron təhlükəsizlik xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılan Milli Kiber Təhlükəsizlik Agentliyi publik hüquqi şəxs ölkədə informasiya sistemlərinin qorunması, kiber təhdidlərin qarşısının alınması və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədi daşıyır. Agentlik mövcud və yarana biləcək kiber təhlükələr barədə məlumatlandırmanı həyata keçirmək, istifadəçiləri bu sahədə maarifləndirmək və onlara metodiki dəstək göstərmək məqsədi daşıyır. Bəs qəbul edilən nizamnamə özündə daha nələr ehtiva edir? Milli Kiber Təhlükəsizlik Agentliyinin əsas fəaliyyət istiqaməti kiber təhdidlərin aşkarlanması, onlara qarşı cavab reaksiyalarının verilməsi, kiber insidentlər barəsində məlumatların toplanılması və aidiyyəti üzrə məlumatların paylaşılması və proaktiv şəkildə informasiya infrastrukturu subyektlərinin və infrastrukturlarının müdafiəsinin təmin edilməsi məqsədi ilə vahid bir çərçivənin formalaşdırılması və bu sahədə kiber təhlükəsizlik sahəsində həm tənzimləmənin, həm də nəzarət mexanizmlərinin həyata keçirilməsinə ehtiva edir. Yəni, agentliyin yaradılması digər dövlətlərin müvafiq qurumları ilə beynəlxalq əməkdaşlıqların həyata keçirilməsinə də öz töhfəsini verəcək. Milli Kiber Təhlükəsizlik Agentliyi fərdi məlumatların qanunsuz toplanması ilə bağlı müraciətləri də araşdıracaq. Vətəndaşların məlumatlarının daha etibarlı qorunmasına şərait yaradacaq. Lalə Allahverdiyeva, Zahir Zahidoğlu, Röya Qarabağlı, ASTV Xəbər.